Biz sərhədlərimizin həm şimalında, həm cənubunda tezliklə sülhün bərqərar edilməsini istəyirik. Ancaq sülh ədalətli olmalıdır və beynəlxalq hüquqa söykənməlidir. Bu sözləri Prezident İlham Əliyev 4-cü Şuşa Qlobal Media Forumunun açılışında deyib. Dövlət başçısı vurğulayıb ki, bu yalnız hansısa tərəfin iddiaları və ya gündəlik əsasında olmalı deyil. Beynəlxalq hüquq istənilən münaqişənin həlli sülh üçün universal platformadır. Ermənistanla münaqişə dövründə də biz hər zaman beynəlxalq hüququn tərəfdarı olmuşuq. Mən əminəm ki, sülh mümkündür. Əks təqdirdə siz sülhə inanmasanız necə gələcəyini heç min baxmaq olar. Bugün çətindir proqnoz vermək ki, regionumuz sülhdən sonra necə olacaq? Burada müxtəlif ssenariyalar var. Bir sıra ölkələr öz strateji hədəflərini təmin etməyə çalışırlar. Azərbaycana gəldikdə isə biz yalnız sülh istəyirik sərhədlərimizin hüdudları boyu. Çünki ölkənizin daxilində sülh və sabitlik var. Ancaq sizin sərhədləriniz boyunda toqquşmalar varsa, siz özünüzü təhlükəsiz hiss edə bilmərsiniz. Biz sülh şəraitində bir ildən azdır ki, yaşayırıq. Biz 30 il idi ki, müharibə şəraitində yaşayırdıq. Bu birinci Qarabağ müharibəsi idi. Sonra ki dövrdə də, atəşkəs dövründə də müxtəlif toqquşmalar olurdu. Daha sonra ikinci Qarabağ müharibəsi baş verdi. Yəni biz özümüz müharibəsiz təsir görmürdük, biz təsəvvür edə bilmirdik. Yəni sülh yalnız bir ildir mövcuddur. Bu bizim cəmiyyətdə olan ab-havanı dəyişdir. Yəni bunun bir çox müxtəlif sahədə təzahürləri olur. Əlbəttə biz həm sərhədlərimizin həm şimalında, həm cənubunda tezliklə sülhün bərqərar edilməsini istəyirik. Ancaq sülh ədalətli olmalıdır və beynəlxalq hüquqa söykənməlidir.